kəsə salam. Mən Terminal 2 aeroportdayım artıq. Gedirəm. Sizə də vloglar çəkəcəm. Gedirəm indi registrasiya keçmək. Qalxıram 2-ci mərtəbəyə. Əlimdə yük var deyə videonu rahat çəkə bilmirəm. İndi gedəcəm registrasiyadan keçməyə. Gəldim burada Cafe City'də otururam. Bu arada təzə aksesuarlarım. Özümə sifariş elədim. Çox ac edim, dəhşət. Caesar roll sifariş elədim bir dənə. Qiyməti 11 manat elədim. Yeməyimi götürdüm. İndi yeyəcəm. Çox acımışam və dəhşət də yorğunam, başım ağrıyır, bilmirəm niyə. Uzun və maraqlı yol məni gözləyirdi və mən çox həyecanlı idim, başım ağrıyırdı, amma sağ-salamat çatmışdım. Mən samolyotdayım. You're going to comfortable in the cabin. We would like to kindly ask you to place your smaller carry-on item. Budapeştin otelindəyik. Kravatlar belədir. Bu çamadanlar. Budapeştdə səhər yeməyimiz. 6 dekabr axşam uçuşum idi və mən Caesar roll sifariş eləmişdim. O Caesar rollu da yeyəndən sonra samolyotda turbulentностьə düşdüm və qaytardım. Ona görə sizə məsləhətim samolyotda, aeroportda falan uçmadan əvvəl məncə əgər mədəniz həssassızsa yemək yeməyin. Gəldik, çatdıq, sonra otelə yatdıq, dincəldik və səhərsi gün, yəni 7 dekabrda yol aldıq, Budapeştə gəldik. Budapeşt Dunay çayının iki sahilində yerləşən Avropanın ən gözəl şəhərlərindən biridir. Şəhər iki hissədən ibarətdir. Buda tarixi və daha canlı Pest hissələrindən ibarətdir. Əgər ki Budapeştə gələcəksinizsə, mütləq Fisherman's Bastion'a gəlin və bu körpüdə şəkillər çəkdirib video çəkdirməyi unutmayın, çox gözəl idi. Biz gəldik, parlament binasının yaxınlığında 10 dəqiqəlıq bizə vaxt verildi və şəkillər çəkdirdik. Deməli biz Buda Castle-ın yanındayıq indi. Oy. Yox, parlament, daha doğrusu parlamentdəyik və indi burada şəkil çəkdirmək üçün 10 dəqiqəlıq fasilə verdik. Buralar çox möhtəşəmdir da, çox bəyəndim. Şəkillər çəkdirdik, bol baxdıq buralara. Buralara baxın. Superdir da, yəni Avropada olduğumu heç inanmıram da. O qədər gözəldir ki bura. Daha sonra digər hissəyə yol aldıq. Orada da bizə yenə vaxt məhdudiyyəti vermişdilər ki, şəkillər çəkdirin. 10-15 dəqiqə sonra isə mərkəzə yönləndirildi. Çox qəşəngdir. Bayıldım Budapeştə. Çox qəşəngdir. Baxın, sadəcə möhtəşəmdir. Bura Budapeştdir. Mən çox bəyəndim, yəni çox gözəldir da. İndi buradan şəkil çəkdirdik çoxlu. Bu vaxt o qədər məhdudiyyətlidir ki, yəni normal vlog çəkə bilmirəm, amma bacardığım qədər sizlərə vlog çəkməyə çalışacağım. Buralar tez-tez sizə baxın, belə göstərim. Çox gözəldir. Biz indi tez qaçırıq avtobusa, çünki bizə cəmi 10 neçə dəqiqə vermişdilər. Biz isə eləyirik. Bura çox gözəldir. Buranı çox bəyəndim. Burada belədir. Baxın, qəşəngdir. Ay, bura çox ləzzətli görsənir. Həm də aclığım vaxtı. Nəysə, qaçırıq biz avtobusa. O sarı avtobus bizimdir. Tez-tez qaça-qaça sizlərə vlogda çəkirəm. Ümid edirəm ki, bəyənərsiniz. Hər yer gözəldir, yəni hər yer o qədər gözəldir ki, bilmirsən nəyi çəkəsən. Və daha sonra bizi avtobus apardı digər hissəsinə Budapeştin və bizə sərbəst vaxt verdi ki, özümüz çoxlu gəzək. Elə dedin, laf elə uzaqdan da yəni. İndi Budapeştdə yarmarkadayım. Bu arada mən YouTuberəm. Belə videolar çəkəcəm. Ata
atarım size şeyde sonra. Yarmarkada Budapeşte. Buranın soyğalar istirəkləri. Budapeştin soyğaları istirəkləri. Wow. Çok qəşəngdir. Yani ben buralara bayıldım da baxın. Tez bazar belə sendviçlər yeyirik. Nuş olsun kızlar. Size de. İndi gedirik Fisherman's Bastion'a. Fisherman's Bastion'a. Azərbaycan dilində danışıram. Çox qəşəng idi. Yemək də yedik. Doyduq. İndi gedirik gəzməyə. 3 saatlıq, 3 saat yarımlıq deyəsən boş vaxtımız var. Acaqdan parlament binası görünür. Burada belə qəşəng. Bura isə körpüdür. Çox qəşəng. Ümumiyyətlə Budapeşti çox bəyəndim. Çox bəyəndim. Buradan indi gedirik Fisherman Bastion'a. Bilmem dedim ya yox. Baxın körpü çox qəşəngdir. Baxın indi qalxdıq yuxarı və bütün bu körpünü görürük. Buradan belə, yəni o tərəflərdə parlament olmalıdır, parlament binası. Buradan belə baxanda bütün şəhəri görmək olur da. Baxın, bura vəbşə gözəldir. Buyurun, hatta. On. Deməli biz bundan götürür indi Budapeştdə çay içirik. Çay kızlar çox ləzzətlidir ha. Hoş olsun. Sağ olun size de kızlar. Teşekkür Orada çayın tadı bir fərqlidir da. Thank you very much. Ciao. Ну как вам? Очень сладкий, да. Вкусный? Это у нас на стиль, да, стоит. А какой из них мой чай был? Burada karşı var. Burada Budapeşti ama buralar elə bir ki biraz şey oxşur. Almanya oxşur, fikir verirsiniz. Çok az. Çok ha. Biz Fisherman Bastion'un axtarışındayıq və Kakras'daki bu küçələrdən keçirik. Biz Fisherman Bastion'u axtardığımız yollarda neler görürük, neler. Ay Allah, cənnətə düşmüşəm. Bu nədir? Çox gözəldir. Mən çox bəyəndim də Avropanı. Çox bəyəndim. Yəni əgər gələcəksinizsə Avropa, mütləq Budapeşti. Yəni belə tam gəzin, görün. Mütləq. Biz bunun için gəlmişdik. Budakastı görmək üçün. İstədiyimizi çatdır. Ay Allah, onu gözümdən gördüyümə inana bilmirəm. Gəlin sizə Budapeşti tam göstərim. Baxın, parlament. Axır ki, yerə deyir, Fisherman Bastion'a gəldik. Buradakı mənzərələr sadəcə möhtəşəmdir. Yəni elə bil ki, bilmirəm, şeydəyim, cənnətdəyim. Cənnətə düşmüşəm. Buna baxın. Ən gözəl. Bunu hələ gözünüzdən görsəniz. Məncə mütləq gəlin öz gözünüzdən görün bunu.
Mütləq Budapeştə gələndə bura yaxınlaşın. Buda Castle yaxınlığındadır. Elə Fisherman's Bastion-a mütləq baş çəkin. Mən neçə aylardır, artıq aylardır ki, bilirdim ki, gələcəm Avropaya və Avropanın sırf Budapeştə Fisherman Bastion-u görmək üçün səbirsizlənirdim. Deməli, indi Slovakiyadayıq. Sərdən Slovakiyanı gəzirik, çəkmirəm. Amma qəşəngdir burada. İstəyir. Çox qəşəngdir burada. Bratislavanın Slovakiya ölkəsindəyik. Nağıllar aləmi kimidir. Baxın. Bura vəbşə superdir. Buranı çox bəyəndim. Gəldik kilsəyə. İndi daxil oluruq kilsəyə. Bura Slovakiyadır. Maraqlıdır. Başı ümumiyyətlə kilsə necədir? Bratislavanın o məşhur yolkasını da sizlərə çəkdim. YouTube üçün çəkməyi unutdum, amma dedim ki, elə Instagrama çəkdiyimi bura sizlərə paylaşım. Amma buralar çox gözəldir. Buralar da qəşəngdir. Axşam Qəşəngdir. qəşəngdir. İnsanda həmişə ilk təəssüratdan. Mən Temudan aldığım əlcəklərdə taxmışım. Qəşəng isti saxlayır. Bu da Slovakiya. Eyni yeri 50 dəfə göstərdim bəlkə. Burada daxil oldu. Çox qəşəngdir bura. Bunların tualeti də gözəldir. Yəni bu restorana baxın, möhtəşəmdir sadəcə. Yəni prosta wow. Yəni başqa da heç bir şey. Yazının, hətta bu söz belə yəni qəşəngdir. Mahnı da oxuyur. Rakonaya baxın, güzgüyə baxın. Yemək yediyim yerləri bəzən sizlərə çəkməyi unutmuşam, amma çəkdiyim yerlərdə sizlərlə paylaşacağım mütləq. Həm shorts video kimi, həm də ki uzun video kimi çalışdım ki, sizlərə çəkim və paylaşım. Və həmin o yer burada çox qəşəngdir. Sizlərə çəkdim buranı. Birinci bloqa çəkim. İndi şeydir. Burada deyəsən kilsədə var. Baxın buranın gözəlliyinə. Mən qrup turu ilə gəlmişdim deyə mənə çox rahat idi. Həm yeni tanışlıqlar oldu, həm də ki vaxtım çox gözəl keçdi. Deməli, bu hissəsini də sizə çəkim. Baxın. Və oradan da gedəcəyik sarı avtobusumuza. Bu da Slovakiya turumuzun sonu. Belə ümumi sizə çəkim. Səhər yeməyinə düşmüşük, oca ikinci gündür. Cappuccino özümə götürürəm. Buradakı bufet daha yaxşıdır. İndi Viyanadayıq. Möhtəşəmdir da. Ayda buranı da çox bəyəndim. Bunların qışları da qəşəngdir. Çox qəşəngdir. Çox qəşəngdir Viyana. Çox gözəldir. Baxın, çox qəşəngdir. Viyanada isə bizdə tam sərbəst gün oldu. Düşdük avtobusdan və yol aldıq şəkil çəkdirdiyimiz yerə. Daha sonra düşündük ki, bəlkə muzeyə gedək. Muzeyə qəşəng gəzdik, ondan sonra biraz da gəzdik. Deməli, gedək indi muzeyi tapmağa. Çox qəşəngdir. Hər yerdən çox qəşəngdir deyirəm. Başqa da heç nə deyə bilmirəm də. Yəni yağış da yağıbdı indi. Havada gözəldir. Bu muzey Avstriya ölkəsinin Viyana şəhərində yerləşən və dünyanın ən məşhur muzeylərindən biridir. Muzey 1891-ci ildə Habsburqlar sülaləsinin zəngin kolleksiyasını nümayiş elətdirmək üçün açılmışdır. Həmçinin burada Renessans və Barok dövrünə aid çox möhtəşəm əsərlər də var. Muzey o qədər genişdir ki, buranı bir gün ərzində siz kəşf edə bilməzsiniz tam olaraq, çünki bileti aldığınız müddət sizə bilet 3 gün keçərli olur. Yəni 3 gün davamlı siz gəlib muzeyə baxıb gedə bilərsiniz. Həmçinin bu muzeyin içərisində məşhur kafe də var. Ora gedə bilmədik çünki çoxlu orada növbə var idi.
Bacardığım qədərilə oxumağa çalışdım. Məsəl üçün hansı əsər kimə aiddir və paralel şəkil və videoda çəkirdim, amma muzeyi çox bəyəndim. Çox böyük arzum olubdu. Hər hansısa Avropa ölkəsində qədimi muzeyləri gəzib, belə qəşəng çəkib paylaşmağı ümumiyyətlə çoxdandır istəyirdim. Həm də ki, çəkmək və videodan baxmaq bir başqa, əsərlərə öz gözünüzlə baxmaq tam başqadır. Ona görə sizə tövsiyə edirəm ki, ümumiyyətlə Viyanaya gəlsəniz, bu muzeyə mütləq baş çəkin. Muzeydə həmçinin gördüyünüz kimi antik Misir, Yunan və Roma əsərləri də mövcud idi. Həm də ki, zinət əşyaları da var idi. Videonun əvvəllərində də qeyd elədiyim kimi 6 dekabr məndə uçuş günüm idi. 7 dekabrda mən Budapeştdə və Bratislavada idim. Hal-hazırda isə siz Viyanada muzeydə olduğumu görürsünüz. Bu vloqda 3 yeri sizə göstərirəm. 7 və 8 dekabrda nələr etmişik o günləri. Mən Viyanada, Bratislavada, Budapeştdə, ümumiyyətlə Avropada çox bəyəndim ki, insanların heç nə vecinə deyildi. Yəni özləri üçün idilər və yaşlı nəsildə çox mehriban və çox gülərüz, həm də anlayışlı idilər. Muzeydən sonra çıxdıq, kilisə axtarırdıq. Onun qarşısında şəkil və ya video çəkməyimiz üçün qrup turu ilə getməyimizin ən böyük müsbət cəhəti də o idi ki, transporta artıq pul ödəmişdik, nəqliyyat falan belə bir dərdimiz yox idi. Sadəcə mənfisi o idi ki, otellər şəhərlərə çox uzaq idi. Və aylardır həyalını qurduğum yeri gözümlə görürüm. Çox qəşəngdir. Çox gözəldir də. Çox gözəldir. Yolun bu tərəfində sizə çəkim göstərim. Buradan gəlmişik. Elə bayaq ki, muzeyə yaxındır. Yəni fırlansız, dönürsünüz falan filan. Yaxındır. Viyananı da çox bəyəndim. Yəni çox qəşəng yerdir. Deməli, indi gedirik Yarmarka tərəfə. Daha doğrusu restoran axtaracağıq. Sonra da Zara, Stradivarius falan mağazalar gezəcəyik. Yemək yeməliyik. Saat uca paşçı 2-dir. Çox acıq səhər yediyimizdir. Mən də çox susamışım. Bu arada burada yolu keçə bilməyəndə zat ştraf edirlər. Çox təmizkar ölkədir. Çox qəşəngdir. Avstriyan soğuk istürəkləri. Deməli, burada küçədə siqaret çəkmək, tüstüləmək falan olmaz. Ona da ştraf yazdılar bu arada. Buranı çox bəyəndim. Bir sözlə qaz içində ölkədir. Küçələr də qəşəngdir, baxın. Qeyri-adi küçələri var. Özdə indi milad vaxtıdır. Yarmarkalar zaten çox gözəldir. Ayda, buralara baxın. Möhtəşəm deyə. Həmən hər yer çox bəyəndim daha. Buna sadəcə çox gözəldir. Mağazalar da var. Burada baxın Saint Laurent. Esil Vaykiko'lar. Gedirik indi özümüzə restoran axtarmağa. Həqiqətən acıdım. Narsa arxaladım burada. Wow. Bacardığım qədər çalışırdım ki, danışım sizə ətrafa danışaraq çəkim, çünki üstdən yazanda o qədər də maraqlı olmur. Restorana gəldik, axırki sifarişlər eləyirik. Şnitzel götürəcəyik. Avropadakı restoranlarda fikir verdim ki, yeməklərin yanında mütləq ki, sizə salat da gətirirlər. Şnitzellərimiz də gəldi. Çox ləzzətli görsənir. Gecə ümumilikdə belə tutdu bizim sifarişlərimiz. Gedir indi suvenir falan hədiyyəli nəsə almağa. Biraz suvenirlərə falan baxdım. İndi bunun qarşısındayım. Gəlin belə də çəkim. Bu kilsə
küçədir. Küçələr də çox qəşəngdir, çox qeyri-adidir. Vəbsə Avropanı çox bəyəndim. Mən həqiqətən də havası da çox təmizdir. Burada o qədər qayda qanunlar, Avstriyada, Almaniyada qayda qanunlar çox şeydir. Yəni hətta məsəl üçün bayaq da demişdim deyəsən, siqaret çəkərkən tüstüsünü qarşı tərəfdəki insana eləmək olmaz ki, bu çox yaxşı bir şeydir də. Yəni ətraf mühitləri tərtəmiz. Ölkə insanları da mən eşidirdim ki, deyirlər ki, çox qəddarlar, nədirlər, amma həqiqətən Avropalıları çox bəyəndim. Hamısı adama kömək edirlər, nə lazım olur, güləriz qarşılıyorlar falan. Yəni mən həqiqətən çox doğmaq istərdim. Elə düşünürdüm ki, həyəcanlı olacağım, amma elə özümü hiss edirəm ki, illərlə mən Avropada yaşayıram. Yəni məni elə bil şeydir, atıblar tam özümü rahat hiss elədiyim bir yerə. Yəni ölkələri çox bəyəndim. Qədimi falan belə. Bu da məşhur Lindt şokolad yeridir. Buradan heç nə almadım. Sözün düzü. Dedim almayacağım Lindtdən heç nə. Amma getdim aldım. Şokoladlar falan. Alışverişlərimizi elədik. İndi gedirik istiqamət. Saat 16:30-da görüşməliyik avtobusda. Gedirik. Bu vloqluq bu qədər. Ümid edirəm ki, bəyəndiniz. Əgər elədirsə mütləq abunə olun, rəy yazın ki, mən də Avropa turumun ikinci hissəsini sizlərə tez bazar hazırlayıb mütləq paylaşım.